Uşaqlar, tolerantlıq nə idi? Biz nə bilirdik tolerantlıq barəsində? De. İnsanın dininə, inanclarına, inandığı şeylərə hörmət qılmışmaq. Aha, tolerantlıq nə idi Uğur? Başqasının dininə, irqinə, adət-ənənəsinə, millətinə, yəni ki, bizdə olmayan xüsusiyyətlər ki, onda varsa, bizim millətdən deyilsə, bizim adət-ənənədən deyilsə, bizim irqdən deyilsə, biz ona nə göstərməliyik? Dözümlülük göstərməliyik, hörmət göstərməliyik, anlayış göstərməliyik. Bu oldu tolerantlıq. Sizcə Azərbaycan tolerant ölkədirmi? Bəli. Azərbaycan tolerant ölkədir və əyləş qızım, biz Azərbaycanın tolerant ölkə olduğunu bilirik. Heydər Əliyevin, İlham Əliyevin bu sahədə çox əhatəli işləri var, bunu da bilirik. Baxın, görək bu söz kimə aid ola bilər? Tolerantlıq Azərbaycanın vizit kartıdır. İlham Əliyevə aiddir. Tolerantlıq Azərbaycanın vizit kartıdır. Fikri İlham Əliyevə aiddir. Uşaqlar, bir də dini tolerantlıq var da, yox. Başqasının İslam dinində deyil, siz də İslam dinindəsiz və yoxdur, siz başqa dində ola bilərsiniz. Siz o insan, sən deyirsən dostluq etmərəm. Niyə balam, niyə? Nəyə görə dostluq eləmərsən? Bir də ateistdən dostluq etmərsən ki, İslama inanmır. Sən Mələk, İslam dinindən olmayan insanla dostluq etmərsən. Sən edərsən, bəs sən, Xədicə? Dostluq insanın dininə baxmır. Bəli, dostluq insanın dininə, millətinə, irqinə. Afərin. Onun necə bir insan olduğuna baxıram, dininə niyə Aysə, onun necə bir insan olduğu, onun necə bir şəxsiyyət olduğuna biz baxarıq. Bəli, onun dinindən bizə nə mənada bizə? Bax, sizcə o qanunu pozursa, sərhədləri keçirsə, qanunu pozursa, ictimai asayişi pozursa, biz ona da dözümlülük göstərməliyik? Xeyr, ona dözümlülük göstərməli deyilik. O, istəyir xarici vətəndaş olsun, istər Azərbaycan vətəndaşı olsun, qanun qarşısında cavabdehlik daşıyacaq. Biz sadəcə onun adət-ənənəsinə, onun nə həkk dəyər verir ölkəsi, ona hörmətlə yanaşmalıdır. Tolerantlığı aça bildik, sözün mənası da dözümlülük deməkdir uşaqlar. Bəs yaxşı, Qurani Kərimdə toxunulurmu buna? Yəni kitabımızda deyilir ki, Qurani Kərimdə Hücurət surəsinin 13-cü ayəsində nə deyir? Bax, kitabınızda deyir ki, sonra bir-birinizi tanıyasınız deyə sizi xalqlara və qəbilələrə ayırdıq. Yəni siz bir-birinizi tanıyasınız deyə xalqlara və qəbilələrə ayırdıq. Nə deməkdir? Başqa xalqın, başqa qəbilənin insanlarına hörmət edəsiniz, tanıyasınız, mehriban keçinəsiniz. Baxırsınız, bu nə deməkdir uşaqlar? Yəni, bəli, hətta Quran-Kərimdə deyil, hamısı eyni deyil. Müxtəlif dinlərdən, müxtəlif qəbilələrdən insanlar var və siz onları tanıyıb sayğı göstərməlisiniz. Yenə deyirik, İlham Əliyevin də fikri nə idi? Tolerantlıq Azərbaycanın vizit kartıdır. John Locke adında insan, John Locke adında alim, John Locke adında, məndə var, nə müsəlifətka verəcəm, narahat olma. Gəl götür. John Locke adında alim nə deyir? John Locke adında alim deyir ki, bir insanın, buyur oğlum, bir insanın, nə qədər lazımdır götür, dini inancı, sizcə onun mərhəməti yoxdursa keçərlidirmi? Bir insanın dini inancı, onun mərhəməti yoxsa keçərli, buyur oğlum. Keçərlidir, yox, keçərli deyil. Yəni, sənin qəlbində mərhəmət duyğun yoxdursa, hansı dinlə danışa bilərsən? İnsanı insan edən onun birinci nə idi uşaqlar? Mərhəmət duyğusu.